Ağız qoxusu günümüzdə bir çox insanları ciddi narahat edən bir problemdir. Hətta bəzi insanlar bunu kompleks edir, insanlardan uzaq gəzir. İşə belə getməyənlər buna görə var. Bəs görək ağız qoxusunun əsas səbəbləri nədir və bunun çarəsi varmı? Ən çox rast gəlinən səbəblərdən ağız qoxusunun 70% səbəbi ağız boşluğu ilə əlaqədardır. Ağızda çürük dişlər, diş əti problemi, damaq xəstəlikləri, digər səbəblərdən ağız quruluğu. Misal üçün burunda çəpər əyriliyi olanlar, gecələr ağzı açıq yatan insanlarda ağızda quruluq əmələ gəlir ki, bu zaman ağızda olan bakteriyalar artır və belə xoşagəlməz qoxu əmələ gətirir. Qoxunun ağızdan kənar səbəblərinə gəlincə, xroniki tonzilit, yəni badamcıqların iltihabı, badamcıq daşı, qaymarit, sinusit. Məsələn, qaymarit zamanı burundan ağıza, boğaza doğru axıntı gəlir və bu axıntı qoxu yaradır. Daxili xəstəliklərdən isə ən çox Helicobacter pylori mənşəli qastritlər, reflü xəstəliyi, diafraqmal yırtıq ağız qoxusunun bir səbəbidir. Bəs görək qoxunun çarəsi varmı? Çarəsi var. Burada səbəbə qarşı tədbir görülməlidir. Ağızda çürük dişlər varsa, stomatoloji müalicə olunmalıdır. Ağız gigiyenasına düzgün əməl olunmalıdır. Dişlər gündə 2 dəfə fırçalanmalıdır. Dilin üzəri dil fırçaları ilə fırçalanmalıdır. Məsələn, Helicobacter pylori qastriti varsa bunun müalicəsi aparılmalıdır. Amma bəzi insanlarda bu təkrarlana bilir. Yəni xroniki forma kimi ola bilir.